İmam Sadiq Aleyhisselam'dan bir hadis var. Hazret buyurur ki: "Əddəbəni əbi bi-sələsin və nəhəni anil-sələs." Hazret buyurur ki, atam mənə 3 şeyi təlim elədi, 3 ədəbi öyrətdi ki, bunları tərk eləmə və 3 şeydən də uzaq olmağı mənə tövsiyə elədi. Hazret buyurur ki, birincisi budur ki, qaləli ya bunayya mən yəshəbə sahibə sui la yəsləm. Oğulcan, bir adam ki, günahkarla dostluq eləyə, günahkarla oturub dura, onunla sən dostluq eləməklə və mən ləm yuqayyid əlfazahu yəndəm. Oğulcan, əgər görsən ki, bir adam öz danışığına fikir verməyə, yəni bizim dillə desək, öz danışığını kontrol eləyə bilməyə, nə gəldi danışa. Həzrət buyurdu ki, onunla da kəlmə kəsməklə ki, çünki peşmançılıq gətirər. Və oğulcan, və mən yədxulu mədaxiləs-sav yuttəhəm. Oğulcan, o yerə daxil olma ki, ora girdiyivə görə səni ittiham eləməsinlər. Məsəl üçün, mən belə deyək, gedib elə bir yerə girirəm ki, orada qumar oynayırlar, ya da misal üçün haram içirlər, haram iş görürlər. Ora gərək gedib girməyəsən. İmkan arasında orada kimisə çağırmaq istəyirsənsə, gərək qapının ağzında durub çağırasan. Çünki qıraqdan baxan nə biləcək ki, sən ora nəyə gəlmirsən. Odur ki, o şeylərdən Həzrət buyurur ki, uzaq durun. Və Həzrət buyurur, 3 şeyi də atam mənə nəhy elədi ki, bunlardan da uzaq durcunan. Nəhani ən əshabə hasidə nəmətin. Və Həzrət buyurdu ki, oğulcan, birinin, belə deyək, imkanı var, birinin hansısa bir Allah ona nemət veribdi, evi, eşiyi, falanları varsa, gördün ki, bir nəfər ona həsəd aparır ki, buna bax, bunun filan, bəhman. Həzrət buyurdu ki, o cürə insandan uzaq durcunan. Yəni, həsəd aparan insandan. İnsanlara həsəd aparır. Filan şeyi var, filan qədər pulu var da sənə nə? Odur ki, imam buyurur ki, həsədçi insanlarla dostluq eləməyin. Və ikincisi, həsəd buyurur ki, oğulcan, şamitə bi musibətin. Bir adamın başına bir hadisə gələndə ona başlayır cürbəcür sözlər deməyə. Ondan qaçın, ondan dostluq eləməyin. Misal üçün tutalım ki, birinin başına bir hadisə gəlir, bax, çək cəzo, bax, belə cəzo belə çəkərsən. Həzrət buyurur ki, ondan dostluq eləmə. İnsanın başına hadisə gələr, evi də yanar, uşağı da ölər, nə bilim, dünya hadisədir də. Sən özün niyə rəy yaradırsan ki, bax, filan şey eləməsəydin, belə olmazdı. O sən öz fikrindir. Həzrət buyurur ki, bu cürə insan görsünüz, ondan uzaq durun. O qədər mömin insanlar var ki, görsən, oturduğu yerdə dünyasını dəyişir, ya avari eləyir, hadisə baş verir. Biz onu günahlandırmalıyıq. Oruç tutanlar var ki, oruç tutduğu yerdə dünyasını dəyişir. Mömin insanlar mən tanıyıram ki, faciəli surətdə dünyasını dəyişib. Onu günahlandırmaq olar. Allah o cürə istədi, o cürə oldu. Odur ki, Həzrət buyurur ki, bu cürə insanlar olsa ki, müsibət başına gələn şəxslərin haqqında şəmatət deyərlər, ona deyir, o insanlardan uzaq olun. Sabah da İraq olsun, sənin başına gəlsə, sənin də haqqında deyəcəkdir. Yəni, söz budur. Həmçinin Həzrət buyurur ki, üçüncüsü də budur ki, hər kəs, yəni insanlara şəmatət deyən, ondan sonra xoş olmayan sözləri deyən və ilahi. Yəni, bu cürə insanlardan Həzrət buyurur ki, çalışın, uzaq olun. Və İmam Əli Aleyhisselamın da bir kəlamı var, bu cürə. Həzrət buyurur ki, çalışın, xeyr əhli ilə oturub durun. Bir insan ki, xeyrxaxdır, çalışın, Həzrət buyurur ki, onlarla münasibət qurun, onlarla dostluq eləyin. Misal üçün, mömin olmaya da bilər. O qədər mömin olmayan xeyrxax insanlar var. Peyğəmbər İslam'a baxın, Həzrət Peyğəmbər İslam dünənlərin mən adını çəkdim. O müşrik ki, Hatam-ı Tai idi. Yəni, ən səxavətli bir şəxs idi ərəbin içində, amma müşrik idi. Müharibədə ki, İslamla müşriklər
müştərək müharibə edirdilər. Onun oğlu əsir düşür. Əsir düşəndə indi əsirlər bir-bir gətirirlər. Həzrət dayanıb, sahabələr dayanıb, gətirirlər. Sən kimsən? Məsəl üçün deyir ki, mən Məkkədən filankəsin oğluyam. Sən kimsən, filankəsən, belə-belə hamısını soruşurlar. İndi ya buraxırlar, ya müəyyən iş gördürürlər. Biri keçəndə dedi ki, kimsən sən? Adı yadımdan çıxıb. Dedi ki, mən adım budur. Atam isə, atamın adı Hatəmi Taidir. Tai, yəni Tai, indi bu saat Ərəbistanda yer var da, oralı. Hatəm. Yəni Hatəmin oğluyam. Həzrət buyurdu ki, o kimdir? Dedilər, ya Rasulallah, o həmin o müşrikdir ki, səxavətdə ad çıxarıbdı. Çox səxavətli insan olubdu. Qapısını həmişə açıq qoyubdu. Nə qədər insan var, ehtiyacı olan gəlib onun qapısında çörək yeyib gedibdi. Ömründə bir nəfərə qapısında əli boş qaytarmayıb. Həzrət buyurur ki, səni azad eləyirik. Gör ha, müşrik, əsir, amma Həzrət nə buyurdu? Dedi ki, sənin atabın gördüyü iş Allahın ən çox sevdiyi iş olubdur. Ona görə də ona xatir sən biz bağışlayırıq, əfv eləyirik. Yoxsa Həzrət onlara məsəl üçün hərəsinə bir boynuna bir şey qoyardı. Məsələn, deyərdi ki, get 10 nəfərə yazıb oxumağa öyrən, səni azad eləyirəm belə. Yəni öldürmürdülər, elə buraxırdılar. Deyir, sənin də atabın səxavətinə görə mən səni azad eləyirəm. Gör nə qədər, hətta müşrik də olsa, səxavətli olmaq gör nə qədər gözəl bir şeydir. Odur ki, çalışıb o insan ki, insandır, səxavət əhlidir, əli açıqdır, rəhimlidir. Çalışıb həmişə elə insanlara ehtiram eləmək lazımdır. Mömin olsa daha gözəl. Çünki elə mömin xüsusiyyətləridir o. Allahın sevdiyi xüsusiyyətlərdir. İndiki də rəhmət ayında bu cürə insanlar həmsinin. Görsən ki, rəhmət ayıdır. Oruç tutanlara, görsən çağırır ehtiyaclı insanlara, görsən ki, köməkli eləyir, orucu açdı verir. Həzrət Peyğəmbər s.ə.v buyurur ki, hər kəs bir oruç tutana, oruc iftarı verə. Allah o oruç tutanın qazandığı savaba oruc iftarı verəni şərik eləyər. Görsən, yəni durduğun yerdə bir özgənin tutduğu oruca onun savabına sən şərik olursan. Gör Allahın nə qədər rəhməti var. Odur ki, bu rəhmət ayında çalışın, hər kəs ki, gözəl iş görür, səxavət və ilahi bu kimi şeyləri, onları deyin özlərinə, təşəkkür edin ki, Allah qəbul etsin, Allah kömək olsun, Allah sənə də qismət eləsin oruç tutmağı, Allah sənə də qismət eləsin namaz qılmağı, bu cürə deyin. Bu cürə təşəkkür eləmək hətta Peyğəmbər İslamın sünnəti əməlidir və hədisdə də var ki, hər kəs bir bəndə ki, ona yaxşılıq eləyir, yəni halaldan, söhbət halaldan gedir. Bir bəndə ki, sənə yaxşılıq eləyir, Həzrət buyurur ki, ona təşəkkür eləməmək, Allaha təşəkkür etməməkdir. Gör nə qədər dərəcəsi var, zəhmət çəkib, pul qazanıb, halaldan pul qazanıb, indi sənə gəlir, bir oruc açdı verir. Ona təşəkkür eləmək, hətta deyərəm vacibdir, yəni o Həzrətin buyurduğu nədir? Mütləq təşəkkür eləyin ona. Ona təşəkkür eləməsiz, elə bir ki, Allaha təşəkkür eləməmsiz. Gör, nə qədər bu ayda bu şeylərin dərəcələri var. Allah'ın veriş Peygamber, Ali Peygamber xatirinə, Allah'ın veriş İzzəti Cəlalına bizləri şakirlərdən qərar versin inşallah. Və o insanlar ki, Allah yolunda hər nə yaxşılıq edirlər, istər iftar, istər köməklik, hər cəhətdən, istər sözü ilə, istər bir insana gəlib ürəkdirək verməklə, salam verməklə, hər nə qədər ki, bu yaxşılıqları edirlər, Allah onların dünya ahirətini abad eləsin. Allah Peygamber, Ali Peygamber xatirinə şəhidlərimizi Əhl-i Beytdən ayrı salmasın. Allah'ın veriş İzzəti Cəlalına, qazılarımıza sağlam, xeyirli, bərəkətli, itaətkar bir ömür bəxş eləsin. Və o əzizlərimiz ki, bugünkü gündə düşmənlə üzbəüz dayanıblar, yəni hər bir yerdə ki, bizi qoruyurlar, vətənimizi qoruyurlar, Allah onları düşmən hiləsindən, məkrindən hifz eləsin və İslam'a yardım eləyənlərə yardım eləsin. İslamla düşmən olanlar ki, İslamla düşmənçilik edirlər, İslam'a zulüm edirlər, müsəlmanlara zulüm edirlər, ələxüsus ki, ələ aşıqlarına zulüm edirlər, Allah onların öz zulmlərini öz başlarına töksün və Allah'ın veriş İzzəti Cəlalına İmam-ı zamanı salamat eləsin və imamın gəlişi ilə dünyada İslam
İslamı hakim qərar versin və Peyğəmbər, ali Peyğəmbər xatirinə bu rəhmət ayında ki, özü buyurubdur ki, gəlin qapıma, qapılar açıqdır, heç kəsə yox deməyəcəm, ilahi, o dediyin vədə ki, sən vədə əməl eləyənsən, heç kəsi bu qapından, dünyanın hər yerində ki, sənə ki, üz tutub əl qalxızırlar, onları əli boş qaytarma günan və Peyğəmbər, ali Peyğəmbər xatirinə öz rəhmət ruzu verən Rəzzaq adın hörmətinə bəyəndiyin insanların əli ilə bizlərə ruzu bəxş elə və əhl-i beyti və beytvi ziyarət etməmiş bizi dünyadan aparma və aqibətimizi xeyirli qərar verginən. Özümüz üçün əzizlərimizin salamətçiliyi, dünyada möminlərin salamətçiliyi və dünyasını dəyişən əzizlərimiz üçün, əlaqsız şəhidlərimiz üçün 3 salavat hədiyyə eləyək.